böyük bir akvaryumun içinə bir böyük balıq, bir də balaca bir balıq salırlar. Ortadan bir şüşə divar qoyurlar. Böyük balıq balaca balığı yeməyə cəhd eləyəndə başı dəyir şüşəyə və geri qayıdır. Yenə bir cəhd, 3-4 belə cəhddən sonra artıq böyük balıq fikrindən daşınır. Bu zaman təcrübə aparanlar ortadan şüşə divarı götürürlər. Amma daha o böyük balıq balaca balığı yeməyə cəhd eləmir. Arada heç bir divar olmamasına rəğmən. Psixologiyada buna öyrənilmiş çarəsizlik deyirlər. Yəni bir neçə cəhddən sonra artıq alınmayacaq ümidi ilə beyin bu fikirdən yayılır və fərd artıq o cəhdi bir də eləmir. Halbuki artıq o şüşə divarı yoxdur, böyük balıq istədiyi zaman balaca balığı yeyə bilər. Bax, insan da belədir. Bir şeyi bir neçə dəfə cəhd eləyib alınmayanda öyrənilmiş çarəsizlik durumuna düşür və əli işdən soyuyur. Amma yox, sən hər dəfə cəhd elə. Bu sadəcə bir oyundur, həyat bir oyundur.